İyunun 27-sində səhər saatlarında Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti Azərbaycanlıların evinə basqın edib. Ziyəddin və Hüseyn Səfərov qardaşlarını döyərək öldürüblər. Onlar tanınmış jurnalist və ədəbiyyatşünas Seyfəddin Hüseyninin qardaşlarıdır. Basqın nəticəsində xəsarət almış 2 nəfərin də öldüyü məlum olub. Məlumata görə Ayaz Möhbalıoğlu Səfərov və onun qardaşı Məzahir Möhbalıoğlu Səfərov xəstəxanada dünyasını dəyişib. Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Yekaterinburq şəhərində Azərbaycanlılara qarşı hücumlarla bağlı bəyanat yayıb. Xarici İşlər Nazirliyindən daxil olan sənəddə iyunun 27-sində səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində Azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlıq ifadə olunub. Rusiyanın məsələ ilə bağlı təxirə salınmaz araşdırma aparmasını və bu qəbul edilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik. Bəyanatda qeyd olunub.